Azərbaycan Kinematografçılar İttifaqının bölgələrdə kino günləri layihəsi çərçivəsində Lənkəranda Kinomexanikin Qayıdışı bədii sənədli filminin premyerası baş tutub. Filmin rejissoru və ssenari müəllifi Orxan Ağazadədir. 2024-cü ilin istehsalı olan film Azərbaycan və Talış dillərində çəkilib. Filmin xronometrajı 87 dəqiqədir. Ekran əsərinin qəhrəmanı Samid oğlunu iş qəzasında itirəndən bəri tənhalıqla və melanxolik hisslərlə mübarizə aparır. O, kənddə kino nümayişlərini canlandırmaq üçün işə başlayır. Bu işdə ona gənc kino rejissor Ayaz köməklik göstərir. Hər ikisi ucqar kənddə kinonu canlandırmaq ideyası ilə yaşayırlar. Qeyd edək ki, Kinomexanikin Qayıdışı filmi ötən il Cənubi Koreyada keçirilən sənədli film festivalında Grand Prix qazanıb. Daha öncə isə Almaniyada operator işinə görə verilən nüfuzlu Alman kamera mükafatının qalibləri sırasında yer alıb. Film həmçinin ABŞ-nin nüfuzlu Margaret Mead Film Festivalının münsiflər heyəti tərəfindən xüsusi mükafata, Torino Film Festivalında sənədli film müsabiqəsinin ən yaxşı film mükafatlarına layiq görülüb. Kinomexanikin Qayıdışı filmi Orxan Ağazadənin deməli ilk tam metrajlı sənədli filmidir. Və bu filmdə deməli mən deyim ki, yəni bizim zonamızda çəkilib. Deməli həm Talış dilində, yerli dildə və həmçinin bizim dövlət dilimizdə, Azərbaycan dilində çəkilib və çoxlu ölkələrdə 20-dən artıq Çindən, Amerikadan, Cənubi Koreyadan tutmuş, İngiltərədən, Fransa, İtaliya və bu ölkələrdə böyük uğurla deməli gedib və çoxlu prizlər qazanıb. Yenə də Lənkəranda 4 gün kino günləri olur. Məqsəd son illərdə istehsal olunan Azərbaycan filmlərini istəyir dövlət sifarişi ilə, istəyir müstəqil şəkildə bədii və sənədli filmləri, hansı ki onlayn platformada yoxdur, onları regionlarda yaşayan insanlara çatdırmaq və onlar da Azərbaycanda istehsal olunan filmlərdən xəbəri olsun, baxsınlar və layihəmiz uğurla davam edir və Lənkərandan sonra növbəti regionlarda yerləşən şəhərlərimiz də var və bu layihə davam edəcək.